Növbəti sualda soruşur ki, günümüzdə bəzi təkfirçilər böyük şirk edən şəxsə hüccətin çatmasını şərt görmür və deyirlər ki, internetin, kitabların və elm əhlinin mövcud olması öz-özlüyündə hüccətin çatması deməkdir. Həmçinin belə bir şübhə gətirirlər ki, necə olur mən tövhidə əməl edib cənnətə girim, böyük şirk edən də şəxs də üzr sayılıb cənnətə girsin. Cavab odur ki, böyük şirkin cəhaləti, üzr görməməməsi məsələsi, yəni bu məsələdə biz əlhamdülillah silsilə dərslərimiz var. Kanalımızda təkfirdə önəmli məsələlər silsilə dərsləri var. O dərsləri dinləyin. Orada bu söhbətlərin hamısına ətraflı şəkildə cavab vermişik. O ki, qaldı kitabların, internetin mövcud olduğu, biz deyirik ki, bugünkü günü açın bir interneti. İstənilən tövhid, sələfi bir, deyək, öz dilimizdə götürün. İstənilən sələfi kanalına baxın. Tövhid barədə keçilən dərslərə baxın. Bizim tövhid əqidəsində olan qardaş bacılarımız o dərsləri dinləmirlər. Baxış sayı 100-200 arasında 500-dən artıq keçməmək şərti ilə dövr edir. Amma sonra açın şirk əhlinin, bidət əhlinin videolarına baxın. 10 minlərlə, 100 minlərlə. Sıradan bir cahil insan sosial şəbəkəyə daxil olduqda qarşısına 2 video çıxır. Birinə baxır ki, filan hacı filan kəsin dərsidir, 200 min baxış var. Sonra da baxır ki, filan elm tələbəsinin dərsi var, 200 baxış var. Hansını seçib baxacaq? Təbii ki, 200 min olanı. O hələ bilmir ki, kim haqdır. Ona qulaq asıb, ona uyacaq. Buna hüccət necə çatdı? Yəni, internetdə bir şeyin mövcud olması o demək deyil ki, onu dinləyirlər. Elə həmin bu sual, o şübhəni gətirən adamların özünə biz deyirik ki, o təkfirçilərin özünə deyirik ki, məyər siz dərslərin hamısını dinləyirsinizmi? Məsələn, təkfir barədə silsilə dərslər verirlər elm tələbələri. Siz qarşı tərəf olaraq baxmayaraq ki, onları qəbul etmirsiniz. Ən azından onların sözünü dinləyirsinizmi ki, bax qulaq asaq, bu elm tələbələri deyirlər ki, təkfirdə cahillik üzürdür və s. Bir qulaq asaq görək nə deyirlər? Qulaq asırsınızmı? Xeyr, qulaq asmırsınız. Siz özünüz qarşı tərəfdir deyə qulaq asmırsınızsa, cahil bir müsəlman və yaxud başqa bir firqəyə mənsub olan birisi necə qulaq asacaq? Sənə mənə necə qulaq asacaq? Heç bir halda qulaq asmayacaq. Və sonra deyəcək ki, qulaq asmalıydı, qulaq asmadığına görə o cahillik ona üzr deyil. Necə olur? Onda sənə də üzr deyil. Sənin də bidətində və zəlalətində qalmağına sənin də üzrün yoxdur. Çünki dərslər var və bizim bu qədər dəlillərlə bəyan etdiyimiz dərslər var və siz bu dərsləri dinləmirsiniz. Özünüz belə dinləmirsiniz. İnternetdə bu qədər kitablar var, bu qədər dərslər var. Eyni şey sizin özünüzə tətbiq olunur. Özünüzün xoşunuza gedirmi? Xeyr, xoşunuza getmir. O ki, qaldı deməsi ki, necə olur ki, mən də cənnətə girim onlar da, bu emosiya ilə danışmaqdır. Bu dəlilsiz, cahilcəsinə danışmaqdır. Bu dəlilsiz, cahilcəsinə danışmaqdır. Məyər cənnətə girənlərin hamısı eyni anda girir? Məyər cənnətə girənlərin hamısı cənnətdə eyni mərtəbədə olur? Bu adamın şərii məsələlərdən xəbərsizliyinə bir işarətdir. Deməli, bu adam şərii məsələlərdən, xüsusən axirət məsələlərindən xəbərsizdir. Cənnət və cəhənnəm məsələlərindən xəbərsizdir. Xəbəri olsaydı, bu şəkildə danışmazdı.